Bugün Dünya Baxışı izləyəcəksiniz. Azərbaycan Daxili İşlər Naziri Yerevana gedib. Barack Obama Səudiyyə kralı ilə telefonda danışıb. İvona nənə 64 ildən sonra vətəninə qayıtdı. Dünyaya Baxışda gündəlik xəbərləri sizə təqdim edirik. Amerikanın səsi, Washington. Azərbaycan Daxili İşlər Naziri Ramil Usubov Ermənistana gedib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nazir Usubov MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının Yerevanda keçirilən iclasında iştirak edəcək. 2 günlük iclas zamanı forum iştirakçıları transmilli cinayətkarlığa, kiber cinayətkarlığa qarşı mübarizədə və bu sahədə dövlətlərarası proqramların reallaşmasında əməkdaşlıq konsepsiyasını müzakirə edəcək. Nazirlər həmçinin cinayətlər üzrə maddi sübut kimi narkotik maddələrin və odlu silahların göndərilməsi qaydaları haqda protokolu müzakirə edəcəklər. Liviya müvəqqəti hökumətinin bildirdiyinə görə hərbi qüvvələr sabiq lider Müəmmar Qəzzafinin doğma şəhəri olan Sirtidə Qəzzafiyə sadiq qüvvələrə qarşı əməliyyatları əsas etibarilə şəhərin 2 məhəlləsində aparır. Bugün hökumət qüvvələrinin raketlərdən də istifadə edərək şəhərin 80%-ni ələ keçirdiyi bildirilir. Liviya Milli Keşiş Şurası bildirir ki, Sirtinin alınması onlara ölkənin azad edildiyini elan etməyə imkan verəcək. Çünki bu, müvəqqəti hökumətin liman və sahil bölgələrə tam nəzarət etdiyi demək olacaq. Bu arada Müəmmar Qəzzafinin oğullarından birinin həbs edildiyi deyilir. Milli Keşiş Şurasının bəzi rəsmlərinin Müəmmar Qəzzafinin oğlunun Sirtidə ələ keçirildiyini deməsinə baxmayaraq, müvəqqəti hökumət bu xəbəri təsdiq etməyib. Dünyaya Baxış web xəbər bülletenini izləyirsiniz. ABŞ prezidenti Barack Obama və Səudiyyə Ərəbistanı kralı Abdullah İranın Vaşinqtonda Səudiyyə səfirinə qarşı güman edilən sui-qəsd cəhdini telefon söhbəti zamanı müzakirə edib. Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı İran hökuməti elementlərinin Vaşinqtonda Səudiyyə səfirinə qarşı güman edilən sui-qəsd cəhdi ilə bağlı beynəlxalq ictimaiyyətin vahid mövqedən çıxış etməsinə, buna ciddi reaksiya verməsinə nail olacaqlarına söz veriblər. Ağ Ev ABŞ prezidenti Barack Obama və Səudiyyə Ərəbistanı kralı Abdullah'ın məsələni çərşənbə günü telefon söhbəti zamanı müzakirə etdiyini bildirib. Söhbət zamanı dövlət başçıları sui-qəsd cəhdinin beynəlxalq normaların ciddi pozulması olduğu və günahkarların məsuliyyətə cəlb etməyə söz veriblər. İran bu iddiaları rədd edib. Dövlətə məxsus İRNA xəbər agentliyi Xarici İşlər Nazirinin müavini Əli Əhaninin bu ssenarini absurd adlandırdığı və Səudiyyə Ərəbistanına ABŞ-ın region ölkələri arasında münasibətləri pozmaq cəhdlərinə ehtiyatla yanaşmağa çağırıb. ABŞ dövlət katibi Hillary Clinton baş tutmamış cəhdi İranın uzun müddətdir əl atdığı siyasi zorakılıq və terrorizmə dəstək kursunun təhlükəli bir həddə çatmasının göstəricisi olduğunu deyib. O bildirib ki, ABŞ İranı təcrid etmək və İran hökumətinə təzyiq göstərmək üçün beynəlxalq müttəfiqlərlə yaxından iş aparacaq. 1947-ci ildə Azərbaycanlı partizanla evlənmiş İvonna Botto Şirməmmədova 64 ildən sonra doğma vətəni Fransaya qayıdıb. Özü üçün. 1947-ci ildə Fransada Azərbaycanlı partizan hərəkatının iştirakçısı Şəmməd Şirməmmədovla evləndikdən sonra Azərbaycana gələn İvonna Botta İmişli rayonunun Murquzəli kəndində yaşayır. Hamının İvonna nənə kimi tanıdığı 83 yaşlı qadın vətəni Fransanı bir dəfə də olsun ziyarət etmək arzusu ilə yaşayıb. Nəhayət 64 ildən sonra İvonna nənənin arzusu gerçəkləşib. İvonna Botto Şirməmmədovanı onun doğulduğu Lafayet kəndində qohumları qarşılayıb. Onlar utarlar, hökumətində utarıb, gəllər bizə. O valideynlərinin məzarlarını ziyarət edib, sonra isə qəbristanlıqdan Azərbaycana gətirmək üçün bir ovuc torpaq götürüb. Fransa mətbuatı və beynəlxalq media İvonna nənənin səfərinə böyük maraq ayırıb. Ondan gəldi də, burada istədi, evlər, atlanı toyladı. Köməkliklə paltar aldı. Paltar aldı var yaxşı, nə var da olar. Dünyaya Baxışda son yenilikləri izlədiniz. Sizinlə mən Emil Quliyev-idim. Etibarlı xəbərləri bizdə www.amerikanınsəsi.org-da izləyin. Sabah eyni ünvanda görüşənədək.